Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme aczil vəliyyekel fərəc. Məkasib kitabından 342-ci dərsi oxuyuruq. Bəhsimiz məlumdur ki, rüşvətdən gedir. Və keçən dərsimizdə bunu oxuduq ki, bir şəxs hakimə hədiyyə verə bilər və hakim onu hədiyyə kimi şəxsdən qəbul eləyə bilər və yaxud yox eləyə bilməz. Mərhum Şeyx Murtəza Ənsari buyurdu ki, şəxs hədiyyəni verir hakimə, məqsədi budur ki, hakimin qəlbində ona qarşı bir məhəbbət icad olsun və o məhəbbət hakimi təhrik eləsin o şəxsin ləhinə hökm eləməyinə. Və belə bir hədiyyə buyurdu ki, rüşvət kimidir. Və lakin rüşvətlə bunun fərqi budur ki, rüşvət verilir hakimə, qaziyə ki, mənim ləhəmə hökm elə, başqasının əleyhinə hökm elə. Və lakin hədiyyə isə verilir, hakimin qəlbində məhəbbət icad olsun. Nəticə etibarı ilə hər ikisi birdir. Və buyurdu, ləənnəhə rüşvətun, çünki belə bir hədiyyə rüşvətdir, əv bi hökmihə və yaxud rüşvətin hökmündədir. Və təngihil mənat, burada həqiqəti araşdıranda, nəticəyə çatanda, elə bu hədiyyə də rüşvətin hökmündədir. Və aleyhi yuhmalu ma təqəddəmə min qovlə əmirul müminin aleyhissalam. Elə buna həml olunur. O söz ki, əmirul müminindən oxumuşduq. Ki, Həzrət buyurdu və in əxəzə eyl vali hədiyyətən kanə qəlulən. Əgər vali, hakim hədiyyə qəbul eləsə başqalarından, kana qəlulən. Bu hakim, bu vali xəyanətkar hesablanır. Bu xəyanət eləyibdir. Elə Həzrətin bu sözü buna yönəlir ki, çünki bu nəticə etibarı ilə rüşvət hökmündədir. Və mavərədə və yaxud başqa bir rivayətdə bizə gəlib çatıbdır ki, min ənnə hədayəil ummal qəlulun və fi axər sohdun. Həzrət buyurdu ki, zalim və cairin tərəfindən olan şəxslərin hədiyyələri qəluldir, xəyanət eləməkdir, haramdır və fi axər sohdun. Başqa rivayətdə var ki, bu sohdudur, sohd yəni batildir. Bunlar hamısı nəticə etibarı ilə rüşvətə yönəldiyi üçün ki, imamlarımız buyurublar ki, haramdır. Və ən uyunil əxbar ən Mövlana Əbil Həsən Rəza əleyhissalam və yaxud başqa bir dəlilimiz bu barədə Uyunul Əxbar kitabındadır. İmam Rıza əleyhissalatu vəssalamdandır. Və o nəql eləyir, rivayət çatır ən əmirul müminin əleyhissalam fi təfsiri qovlihi taala. Rivayət çatır əmirul mümininə
və Əmirülmüminin Qur'an-ı Kərimin bu ayəsinin təfsirində buyurubdur. Hansı ayə? Əkkaluna lil-suht. Allah buyurur, bəzi insanlar var ki, onlar həyatında yemək yeyirlər, dolanışıq edirlər, soht yolu ilə, batil yolu ilə. Əmirülmüminindən sual elədilər, Əkkaluna lil-suht, batil yolu ilə mal pul yiyənlər kimlərdir? Həzrət bu ayənin təfsirində buyurdu, Qalə huvər-rəcul, o kişidir ki, yəqzi lə-əxihi hacətəhu, o kişi öz müsəlman qardaşına ehtiyacını düzəltmək üçün hökm eləyir, sümmə yəqbəl hədiyyətəhu, sonra onun hədiyyəsini qəbul eləyir. Bax, belə bir kişilər əkkaluna lil-suht, batil yolla yemək yeyənlərdir. Burada rivayət yəqzi lə-əxihi hacətəhu, sümmə yəqbəl hədiyyətəhu. Bu sümmə bildiyiniz kimi ərəb dilində iki cür tərtibi yetirir. Yəni sümmə tərtib üçündür. Buyururlar ki, sümmə bir dəfə tərtib-i zikri olur, bir dəfə tərtib-i zəmani olur. İki cür sümməmiz var. Hər ikisi tərtib üçündür. Müntaha tərtib-i zikri və tərtib-i zəmani. Sümmə yəqbəl hədiyyətəhu, bu sümmə burada hansı mənadadır? Zikri və yaxud zəmani. Buyururlar ki, əgər burada sümmə imamın kəlamında tərtib-i zəmani olsa, onda rivayətin mənası budur ki, bu şəxs əvvəl, yəni bu qazi, bu hakim əvvəl bir müsəlmanın işinə hökm eləyir, ondan sonra onun hədiyyəsini qəbul edir. Həmən əkkaluna lis-suhta daxildir. Amma sümmə burada tərtib-i zikri olsa, onda mümkündür. Bu qazi, bu hakim əvvəl hədiyyəni qəbul edib, sonra hökm eləyib və yaxud əvvəl hökm eləyib, sonra hədiyyəni qəbul edib. Yəni, hər ikisinə şamildir. Yəni, sümməni burada tərtib-i zəmani tutsaq, onda gərək əvvəl hökm ola, sonra hədiyyə qəbul oluna. Yox, əgər sümməni burada tərtib-i zikri hesablasaq, onda ehtimal var, qazi, hakim əvvəl hədiyyəni qəbul eləyib, sonra hökm eləyib və yaxud əvvəl hökm eləyib, sonra hədiyyəni qəbul eləyib. Hər ikisinə şamildir. Yəni, hər iki təqdirdə bu qazi, bu vali, bu hakim haram iş görübdür, rüşvət alıbdır. İndi bu rüşvət adı deyilmir buna hədiyyə adı deyilir. Amma nəticə etibarı ilə tənqihul mənat buna görə deyirlər. Yəni, biz bunu araşdırırıq, bunun kökünə çıxandan sonra elə bu da rüşvətin hökmündədir. Bu da elə rüşvət kimidir. Ona görə də bu özü də bir dəlildir ki, Əkkaluna lil-suht ayəsini Həzrəti Əli belə məna eləyir. Vaxtı ki, belə məna elədi, deməli, bu haramdır, qazi, vali, hakim bunu hədiyyə kimi insanlardan qəbul edə bilməz. Vəlir rivayət tövcihatun. Mərhum şeyx buyurur, bu rivayət ki, Uyunul Əxbardan nəql olunur İmam Rızadan,
və rivayət gedib çatıb Həzrəti Əmirə, bu rivayətin tövcihatı var. Yəni şərhi var. Bu rivayət neçə cür şərh olunur və izah olunur. Və lir-rivayə tövcihatun təkunur rivayə əla bə'ziha məhmulətun əla zahiriha minət təhrim. Rivayətin bir tövcihi, izahı bundan ibarətdir ki, bunu həml eləyirlər. Yəni, bu rivayəti zahirdə yönəldirlər hərama. Yəni, rivayətin zahiri getirir ki, bu haramdır. Və əla bə'ziha məhmulətun ələl mübaliğə bi rüçhan təcənnub ən qəbulil hədaya min əhlil hacə ileyhi. İkinci izahı budur ki, rivayətin, bu rivayət yönəlir mübaliğəyə. Yəni, Həzrət burada mübaliğə eləyir ki, ay hakimlər, ay valilər, ay qazilər, sizə təkidli şəkildə bunu yetirirəm ki, siz əhl-i hacətdən hədiyyə qəbul eləməyin. Yəni, o şəxslərin ki, ehtiyacları var hökmə, siz onlardan hədiyyə qəbul eləməyin. Niyə? Çünki onların ehtiyacı var, gəlirlər sizin yanınıza, siz hökm eləyəsiniz. Bu tərəfdən də siz də onlardan hədiyyə qəbul eləsəz, ləəllə yəqəu fərrəşvə yevmən. Bir gündə rüşvət qəbul eləyərsiniz. Ona görə də Həzrət buyurur ki, təkidlə buyurur ki, siz o rüşvətə düşməyəsiniz deyə, ona görə sizə deyirəm ki, hədiyyədən də imtina eləyin. Hədiyyədən də çəkinin. Hədiyyədən çəkinin ki, bir gün rüşvətə daxil olmayasınız. Rivayətin bir mənası da budur. Yəni, Həzrət bu hədiyyəni qəbul eləməyin, mübaliğəsi var, təkidi var ki, siz hədiyyələrdən imtina eləyin ki, bir gündə rüşvətə daxil olmayasınız, bir gündə harama daxil olmayasınız. Bir tövcihi də budur. Bir tövcihi budur ki, elə rivayətin zahiri həramı getirir, yəni hədiyyə almaq haramdır. Digər tövcihi budur ki, yox, hədiyyə almağı demirik haramdır və lakin Həzrət istəyir o rüşvətə çatmayaq, o rüşvətə düçar olmayaq, mübaliğə eləyir ki, hətta hədiyyələrdən də imtina eləyin, əhl-i hacətdən, o ehtiyaclı adamlardan ki, onlar sizə hədiyyə verdikcə bir gündə siz rüşvət alacaqsınız ki, onların ləhinə hökm eləyərsiniz və digərlərinin əleyhinə hökm eləyəcəksiniz. Elhamdülillahi Rabbil aləmin.